Ceyhun bir kateqoriyada var. Mən onları güzgü adlandırıram. Bəli. Güzgü necə işığı qaytarır? O adamlar biliyi qaytarırlar. Yəni o biliyi qəbul eləyə bilmirlər. Əgər o yaxşı mənada paralon insanlar o biliyi hopudururlarsa, güzgü insanlara elə bir ki komandalar çatmır. O insanlar maşın sürməsə yaxşıdır. Yəni siz sual verə bilərsiniz ki, sənin praktikanda olub ki, kimisə öyrətməyə Olub ümumiyyətlə, bəli. Olub. 1-2 nəfər olub. Bax, minlərlə tələbənin içində 2 nəfər, 3 nəfər, 4 nəfər cəmi olub. Bunlar niyə görə? Mən izah edeyim. Ceyhun, deməli, maşın sürməyi bilirsiniz nədir? Maşın sürmək hər an qərar qəbul etmək deməkdir. Hər an qərar. Amma adi qərar yox. Hər an yeganə var, onlarla variantdan ən dəqiq variantı seçməkdir. Həm qərar qəbul edirsən, həm də yeganə düzgün qərar qəbul edirsən. Bax, elə insanlar var ki, onlar qərar verməyə öyrəşib. Məsəl üçün, texniki təmayüllü insanlar, texnikaya meyilli insanlar yaxşı eləyir. Menecerlər yaxşı öyrənirlər. Radyo aparıcıları yaxşı öyrənirlər. Niyə? Sizin də işiniz elədir ki, hər an qərar qəbul edirsiniz. Reklama vaxt tapırsınız, həm də danışırsınız, həm də nə bilim aparaturada işləyirsiniz. Yəni qərar qəbul edən və yeganə düzgün qərar qəbul edənlər tez götürürlər. Amma güzgülər var. Güzgü var ki, yəni qərar qəbul edə bilməyən insanlar var həyatda. Yəqin sizə də rast gəlib.